Məsələn, General Adaptation Syndrome ki, 3 dənə mərhələsi var. Əvvəl mərhələsi agəhlıq vermək, xəbərdarlıq verməkdir ki, bir ittifaq düşür. Məsələn, bu günləri mən izdihamda qalmışam, indi zəhləşirlər, zəh verirlər ki, bizim bu məsələn ekspertimiz harda, xəbər olur ki, izdihamda. İndi baxanda görək, bu deyək, mənim proqramım nə cür gedəcəkdir. Buna hüşdarlıq, ağahlıq verilir. Bu ağahlıq, yəni istəyirsə almaq həmin, üçün qeyri-addi bir məsələdir, normal deyil. İçəridən bir şey vakunuşlar olur, reaksiyalar olur. Məsələn, qəlbin vurulma, döyməsi, onun qanın pompaj eləməyi, bədənin isti, soyuqluğu ya hərarəti, ya içəridə bir seri qanın hormon ifraz olması, bunlar təğyir tapır. Burada insan gəlir özündən bir dənə reaksiya, fight and flight olar. Bəli. Dayanıb cəngələmək, savaşmaq ya qaçmaq. İndi bu cür şəraitdə özüdür ki, məsələn, sizlər durub bir-birinizlə ya mənlə savaşasınız. Dalaşaq, bəli. Bunu təməddün, fərhəng, kalçır qəbul eləmir. O taydan da yəcək çıxıb qaçasan, hər zadı veriləyib gedəsən. Bu da olan deyil. Pəs biz məcburuq ki, buna bir üçüncü yol tapaq. O üçüncü yol tapmaq vaxt istəyir, zaman istəyir, həzinə istəyir. Həzinə olanda bizim o içəridə ifraz olan hormonlarımız qanda aradan getmirlər, dayanıb qanda dolanırlar. Elə ki, biz buna bir balaca yol tapıncan bu işlərini, bu bizim damarlarımızda yatır əşaya, eynən elə bir ki, bir dənə məsələn çeşmədən su ötürmüsən bulaqdan su ötürmüsən. Amma o su lehlidir. Aşqalı çoxdur. O leh yatır suyun təkinə. Çöküntüləri yatır. Sonra yavaş-yavaş bu su getdikcən qoymur ki, bu su qəşəng cəryan tapsın. Onda bu da bədəndə indi qan mücrü olacaq. Qan mücrü olanda görürsən qəlbin pompajı yaxşı olmur. Yaxşı vurmur. Məzəb, beynə yaxşı qan. Bu mərhələdə insanın müqavimət azalır. İnsan bu mərhələdə müxtəlif xəstəliklər müqabilində asib pəzir olur. Yəni tez noxoşlar, tez asib görürlər. Amma buna qalanda ki, indi mən bunu gərək həll eləyəm. Məsələn, indi mən kimə zəh vurmalıyam, kimi görməliyəm, indi mənim bu ekspertim gələnməsə kimi yerinə qoymalıyam, ya bu proqramda hansı bərnaməyə dəyişməliyəm, hansının zamanını azaltmalıyam, çoxaltmalıyam. Bu müqavimət mərhələsində bədən özündən bir seri müqavimətlər göstərir. Onda insanın müqavimətləri çoxalır, qoymur xəstəlik olsun, qoymur buna asib gəlsin. Bu mərhələdə əgər bizim o yollar ki, intixab edirik, yollar salim olsa, düz olsa, bizim problemimizi aradan götürəcək, bizim o içəridə ifraz olan hormonlar onları əridəcək yavaş-yavaş. Ya məsələn, lazım o fikirlər ki, zehnimizdə var, bizə zehnimizi qatışdırır, onlar da gedəcək, məsələmiz həll olub, stres qutulacaqdır. Amma bizim bu intixab elədik yollarımız cavab verməsə, yerində qalsa, bizim bu yollarımızda cavab verməsə, onda biz üçüncü mərhələyə yetişirik, diyor, o mərhələyə ki, insan da üzülür. Yəni taqəti tükənir. Taqəti tükənir, cinə. Əvvəl mərhələyə tar, burada cinə asib pəzir olur. Əvvəl mərhələdən də çox xətərlidir. Daha təhlükəli ola bilər. Burada indi bizim ən vaxtsam psixosomatik xəstəliklər. O şeylərin ki, rişəsi ruhi rəvanıdır, atifidir. Bizim rəftarlarımızdadır, bizim alış-verişlərimizdədir, bizim gəl-gedimizdədir. Amma onların əsəratı bizim cismimizdədir.